Bünyamin bəy, sizcə 28 dekabrdan İranda başlanılan proseslər teokratik rejimin dəyişməsinə səbəb olacaqmı? Bəziləri artıq inqilabın baş verdiyini deyirlər. Sizcə İranda inqilab baş verirmi? İranın məsələsi bitib. Sadəcə dediyim kimi hansı formada, hansı pay necə bölünəcək, misal üçün iki variant qoyulur ortaya. İranın vahid dövlət şəklində qalması yoxdur. Bu mümkün deyil. Bəzi çıxışçılar belə düşünürlər ki, şahın oğlu gələ bilər, bir qeyrisi gələ bilər, İranı bütöv saxlayacaqlar. Xeyr. Çünki orada Böyük Orta Doğu proyektində bir Kürd dövləti yaratmaq məsələsi var. 4 parçalı Kürd dövləti. İraqı yaradıblar, İraq Kürd muxtariyyatını yaradıblar. İndi biraz bundan qabaq dedim, Suriyanı artıq formalaşdırırlar. Növbə İranındır. İrandan sonra keçəcəklər Türkiyəyə. Burada Türkiyənin bugün oynayacağı rol Türkiyənin taleyində həlledici olacaq. Türkiyə doğru qərar versə, doğru yanaşma eləsə, parçalanmadan qurtara bilər. Yanlış eləsə parçalanmadan qaçanmaz. Deməli, əgər Kürd dövlətinin qurulması məsələsi varsa, İrandakı Kürd bölgəsini bunlar oradan qopartmalıdırlar. Birini qopardıb o biriləri saxlamazlar. Ona görə də burada məsələ, yəni İranın bütöv qalma ehtimalı yoxdur. İran parçalanacaq. Məhsə Əmini ilə başlayan proses o sadəcə qadın azadlığı deyildi. İnsanlarda yığılmış həmin negativ enerjinin, nifrətin, qəzəbin bir püskürməsi idi. Yoxsa bir qadının ölümü, orada hər gün qadın asırlar. Hər gün qadın öldürürlər. Görürsünüz? Yəni o bir püskürmə idi və bəli, mütləq o nəticə verəcək. Rejim dəyişikliyi ilə yox, İranın parçalanması ilə nəticə verəcək. Baxın, indi yenə deyirəm, o Kofi deyir ki, hazır olun Azərbaycan bayrağına. Nəyə deyir hazır olun? Yəni, bir düşüncə quruluşunun əsas simalarından birinin Azərbaycan bayrağı ilə hazır olun deməsi kimə lazımdır, nəyə lazımdır? Yəni, proseslərdir. Ən böyük proses Azərbaycanda olacaq. Yəni, İranın əsarətində olan orada 6 əyalətdir, 6 vilayətdir. İranda Ostan deyirlər. Deməli, Şərqi Azərbaycan Ostanı, mərkəzi Təbrizdir, Qərbi Azərbaycan Ostanı, mərkəzi Urmiyadır, Ərdəbil Ostanı, Zəncan Ostanı, Həmədan Ostanı, bir də Qəzvin Ostanı. Bu 6 ostandır. Orada, misal üçün, Amerika deyək ki, müdaxilə eləsə və yaxud bombalasa, orada yaxud deyək ki, rejimin özü kütləvi qətliamlar törətmək istəsə, oradan çoxlu qaçqınlar olacaq. Biz buna da hazırlaşmalıyıq. Yaxud Qərbi Azərbaycan Ostanına qarşı orada Kürd separatizmi iddia eləyir. Biz ona da hazır olmalıyıq. Azərbaycan ona da hazır olmalıdır. Azərbaycan və Türkiyə. Güneydəki soydaşlarımız niyə bu günə qədər fəal qoşulmadılar? Çünki fəal qoşulsaydılar, şahın oğlunun gətirilmə ehtimalı artırdı. Amma bu mümkün deyil. Çünki dediyim kimi, orada Kürd dövlətinin yaradılması məsələsi var. O bir yanılğı idi ki, belə düşünürdülər ki, biz qoşulsaq, şahın oğlunu gətirəcəklər. Şahın oğlunu İranı bütöv saxlamırlar ki, şahın oğlunu gətirsin. Ola bilər şahın oğlunu bütün güzəştləri alırlar, orada Fars bölgəsinə hakim yenə gətirərlər. İndi yenə ola bilər. Amma bütöv İranın saxlanması mümkün deyil artıq. Bunun geriyə yolu yoxdur. Bizim soydaşlarımız buna həm hazırlar, həm də qoşulacaqlar. Amerikanın, İsrailin müdaxiləsini heç qəbul eləmirəm. Çünki Amerika, İsrail müdaxilə eləyirsə, orada öz maraqlarını təmin eləmək üçün eləyəcək. Sonra pay məsələsi var dediyim kimi. Amma belə bir yırtıcı rejimə, belə bir qəddar rejimə, belə bir çox qəssabdırlar bunlar. Təsəvvür eləyin ki, ölənlərin nə qədəsi uşaqlardılar. Edam eləyirlər, təsəvvür eləyin, bu insanlığa sığmayan bir şeydir.
bir qız uşağıdırsa bunu edam eləmirlər. Çünki bu cənnətə gedə bilər. Qız uşağı olmaz. Bu gərək qadına çevrilər ki, sonra. Yəni təsəvvür eləyin, bu Allahın işinə qarışmaqdır. Yəni deməli, kiminsə cənnətə getməsinin qərarını Allah yox, Xameneyi və yaxud İran rejimi verir. Nə qədər Allahsız olmalısan, nə qədər dinsiz olmalısan, nə qədər vəhşi olmalısan. Yəni çox amil var onun aylar və yaxud illər olmasına. Əgər Amerika, İsrail müdaxilə eləsə, bu çox sürətlə gedəcək. Mən düşünürəm ki, Amerika hərbi hücum eləməyəcək. Niyə? Çünki o zaman İran əhalisini birləşdirmə ehtimalı var. Çünki dövləti, bu imperiyaların hamısı deyək ki, təhlükə olanda xarici düşmən yaradırlar ki, əhali dövlətin ətrafında birləşsin. Mən düşünürəm ki, daxildəki kəşfiyyat adamları ilə, misal üçün, Həniyani yatağında, o günlərdə Əhvazda birini deyib, birinə keçirəm. Əhvazda 2 nəfəri tutublar ki, bunlar İsrail casusudur. Bu sıravi adamlardan olan casus nə edə bilər? Haniyanın yerini onlar nə bilirdi? Yaxud digərlərini, Fəxrizadə, onların bir fizik professoru var idi, atom silahı ilə bağlı. Şəhərin ortasında vurdular. Yəni bunu o sıravi adamlar nə bilir? O Əhməd Nizatın dövründə belə bir şey oldu. Deməli onlar casusluğa qarşı bir mübarizə mərkəzi yaradırlar, bir rəhbər təyin edirlər. Sonradan Əhməd Nizat deyir ki, biz təyin aydın oldu ki, biz təyin elədiyimiz adam İsrailin casusudur. Rəhbər təyin elədikləri İsrailin casusudur. Ona görə də mən düşünürəm ki, Amerika, İsrail oradakı daxildəki adamları ilə həll eləyəcək. Maddi dəstəkləri ilə, təşkilati dəstəkləri ilə, informasiya dəstəkləri ilə. Misal üçün, görürsünüz, orada interneti bağlayan kimin? Elon Musk Starlink'i işə saldı. Düzdür, onun qarşısını müəyyən qədər aldı, başqa bir formanı eləyəcəklər. Müxtəlif kiber hücumlarla zadla ki, bunların o işlərini dayandırsınlar, cəmaatının və həm də xarici ilə əlaqələr qaydaya düşsün. Mən əminəm ki, Amerika müdaxilə eləyəcək. Amma hansı forması? O artıq Amerika beyin mərkəzlərinin yəqin ki, bu dəqiqə müzakirə elədiyi, araşdırdığı məsələdir.